Axşamınız xeyir, hər 24-də xəbər vaxtıdır. Studiyada Vəfa Təyyar qızıdır. İndi isə daha ətraflı. Gələn həftə beynəlxalq aləmin diqqəti Cenevrəyə yönələcək. Omanın vəzifəçiliyi ilə Amerika Birləşmiş Ştatları və İran arasında birbaşa danışıqların təşkili planlaşdırılır. İsveçli Xarici İşlər Nazirliyi görüşü təsdiqləyib və diplomatik səylərə dəstək verdiyini açıqlayıb. İran tərəfi isə sanksiyaların müzakirəyə çıxarılması halında nüvə sazişi üzrə kompromisə hazır olduğunu bildirir. Gözləntilər, mümkün nəticələr və ekspertlərin şərhləri ilə bağlı sujetimiz var. İzləyək. Oman gələn həftə Cenevrədə ABŞ ilə İran arasında danışıqlar təşkil edəcək. Bunu İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pierre Gobet bildirib. O qeyd edib ki, nazirlik tərəflərlə əlaqə saxlayır və münaqişənin gərginliyinin azaldılmasına yönələn istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazırdır. Bu kontekstdə Xarici İşlər Nazirliyi Oman Sultanlığının gələn həftə Cenevrədə Vaşinqton və Tehran arasında danışıqları təşkil edəcəyini təsdiqləyir. Bundan əlavə, iki tərəfli görüş ərəfəsində İranın Xarici İşlər Nazirinin müavini Məcid Taxtravançı BBC-yə müsahibəsində deyib ki, Birləşmiş Ştatlar ölkəsinə qarşı sanksiyaları ləğv etməyi müzakirə etməyə razılaşarsa, İranın nüvə sazişi bağlamaq üçün kompromisə hazır olduğunu bildirib. Danışıqlar zamanı nə baş verəcəyini söyləmək hələ tezdir. Uranın sıfır saflaşdırılması məsələsi və ballistik raketlərin istehsalı müzakirə predmeti deyil. Belə başa düşürük ki, onlar saziş bağlamaq üçün nüvə probleminə diqqət yetirməyin lazım olduğu qənaətinə gəliblər. İndi ABŞ sövdələşmə istəyini sübut etməlidir. Əgər onlar səmimi olsalar, əminəm ki, razılığa gələcək. Ekspertlər bildirirlər ki, planlaşdırılan görüşün Omanda olması hər hansı siyasi əhəmiyyət kəsb etmir. Əsas məsələ tərəflər arasında ortaq fikir mübadiləsinin aparılmasıdır. Digər tərəfdən müzakirə ediləcək mövzulara nüvə sazişi ilə bağlı və yaxın şərqdə baş verən proseslər aid ola bilər. Amerika Birleşik Devletleri'nin İran'dan nükleer konusundaki talepleri, devrim muhafızları ordusunun lağv edilmesi, muhaliflere daha fazla destek verilmesi gibi ve aynı zamanda konvansiyonel silahların üretiminin durdurulması gibi taleplerine İran'ın ne cevap vereceği, İran'ın Amerika Birleşik Devletleri'nin taleplerine karşı ne kadar direniş göstereceği elbette ki görüşmelerin sonucunu etkileyecektir. Qənaətimə görə masanın alt qatında daha önəmli proseslər var. Bu İrana bağlı olan proksi qüvvələrin yaxın şərqdəki oynadığı destruktiv mövqe ilə bağlıdır. Çox güman ki, danışıqların əsas predmeti də bundan ibarət olacaq. Amma ilk görüşdə, təmaslarda ciddi irəliləyişlərin baş verəcəyi gözlənilmir. Ekspertlərin fikrincə, Vaşinqton və Tehran arasında keçiriləcək görüşlər yalnız iki tərəfli münasibətlər üçün deyil, bütövlükdə yaxın şərqdə gərginliyin azalması baxımından mühüm əhəmiyyət daşıyır. Nüvə sazişi, sanksiyalar və regiondakı proksi qüvvələrlə bağlı müzakirələrdə real irəliləyiş əldə olunarsa, bu proses təhlükəsizlik balansının yumşalmasına və diplomatik dialoqun güclənməsinə yol aça bilər. Əks halda tərəflər arasında etimadsızlıq həm ABŞ-İran münasibətlərini, həm də regiondakı böhranları daha da dərinləşdirə bilər.